Salam dostlar, günləriniz xoş keçsin. Deməli dostlar, sizlə bir təcrübəni bölüşmək istəyirəm. Və o təcrübədən çıxartdığım müəyyən qənaətləri bölüşmək istəyirəm. Elə bil ki, özüm belə deyək də, buna dair nələrsə oxumuşam, amma indiki məqamı özüm üçün yenidən kəşf elədim. Bu indiyə qədərki həyatım boyunca bir neçə dəfə yenidən və yenidən kəşf etdiyim bir məqamdır. Bəlkə kiməsə faydası toxuna bilər, bəlkə də dolayı yollarla və ya bu məsələ üzərində təfəkkür edərsə hansısa yoldaş, bəlkə də ona bir faydası toxuna bilər. Deməli dostlar, bir məqamla bağlı asan xidmətə getdiyim bir problemlə bağlı. Belə deyək də, mən məişət problemlərini çox sevən adam deyiləm də. Bəlkə də hamımız beləyik, Amma zaman mənə belə görünür ki, kimlərsə bunu sevirlər. Bununla uğraşmağı sevirlər, ola bilər. Amma mənim təbiətimdə məişət problemlərini sevməmək var. Mən intellektual problemləri sevirəm, intellektual, mənəvi, ruhi gərginləşməni sevirəm. Fəlsəfə ilə, ədəbiyyatla bağlı bilgi problemini sevə bilirəm. Həll etməyi, onunla uğraşmağı sevə bilirəm, amma məişət problemlərindən çox tez həll eləmək istəyirəm. Can qurtarmaq istəyirəm, belə deyək, amma son nəticədə əlbəttə buna qatlaşırlar, aydın məsələdir. Həyat nədir? Həm də bir çox məqamlara qatlaşmaq deməkdir. Dostlar, deməli, məsəl üçün, indi bir başqa kitab üzərində çalışıram paralel olaraq da. O bir fəlsəfi kitabdır. Məsələn, onunla uğraşmaq çətin olsa da, onun öhdəsindən gəlmək xoşuma gəlir. Ləzzət alıram ondan. Görünür, bu təmayülə görə belədir, daxil təmayülə görə belədir. Amma məişət problemlərinin həlli ilə çox uğraşmağı sevirəm. Və belə düşünürdüm ki, bu problemi indi asan xidmətə gedəcəyəm, görəsən necə olacaq, həll yolları necə gerçəkləşəcək, proses necə gerçəkləşəcək, nə dərəcədə rahat olacaq, nə dərəcədə çətin olacaq, bunları düşünürdüm və gərginləşmək istəyirdim. Belə o fikir çəkmək deyirlər də. Amma məsələ çox tez həll olundu. Gözləmədiyim qədər rahat həll olundu. Yəni bir də təşəkkür edirəm geri gəlmişkən asan xidmət işçilərinə. Mənim təcrübəmdə bir neçə təcrübə yaşamışam, çox rahat həll olunur o problemlər. Həqiqətən çox xoş təsir göstərir və minnətdarlıq duyğusu yaranır insanda. Və bundan öncə də problem barədə söhbət açdığım, bəhs etdiyim müəyyən yoldaşlar, müəyyən insanlar, müxtəlif yerlərdəki işçi insanlar mənə deyirlər ki, bu məsələni həll eləmək problematik olacaq. Yəni ki, müəyyən gərginliklər yaşayacaqsan, nə bilim də, müəyyən ziyana düşəcəksən, belə deyirlər. Amma bunlar heç biri olmadı. İki xanım, bir kişi, işçi yoldaş məsələni həll elədilər də, rahatına həll olundu. İndi mən burada nə demək istəyirəm dostlar? Elə bil ki, indi düşünürəm ki, məsələn, mən bu məsələ üzərində fikir edərkən necə müəyyən qədər nizamımı itirirdim. Gündəlik nizamımı itirirdim necə bu mənim psixoloji təsir göstərirdi mənə, necə belə də gərginləşirdim. Sən deməm ki, bunlar hamısı boşunaymış. Üstəlik, mənim o gərginləşməyimdə problemdən bəhs edərkən mənim müəyyən qədər gərginliyə salan insanların da gönlünə böyük rol var idi, düzdür? Yəni o insanların da, məsələn mən bir yerə getmişdim, bir də istirahət mərkəzinə getmişdim. Orada məsələn mənə demişdilər ki, oranın işçilərindən biri, bu problematik ola bilər, amma olmadı. Məsələ çox rahat həll olundu.
Yəni bununla nə demək istəyirəm dostlar? İnsan həyatında nə qədər çox asan həll olunan və asan həll olması bir şeyi nə qədər qəlizləşdirə bilir. Yəni insan psixikası nə qədər buna uyğundur. Halbuki həyat, o Konfutsiusun bir sözü var, əslində kifayət qədər rahatdır və ya mən əlavə edirəm də, rahat ola bilər. Onu insanlar özləri qəsdən qəlizləşdirirlər. Ya darıxmaqdanmı, ya xəbis xislətdənmi, özlərinin də fərqində olmadıqları xəbis xislətdənmi, ya primitiv duyğuların əlində çox oyuncaq olmaqdanmı, onların təsirində qalmaqdanmı, biz həyatı bəzən çox qəlizləşdiririk, çətinləşdiririk. Elə ola bilər ki, o rahat ola bilər, asan ola bilər, sevimli ola bilər, sevincli ola bilər. Yox, onu biz qəsdən daxili təmayüllərimizə, mənfi təmayüllərimizə uyğun olaraq qəlizləşdiririk. Yəni deməyim budur ki, indi aydın olur ki, sən deməm ki, mənim o gərginləşməyim, mənim o kimlərin hətta təsirinə düşməyim əslində boş şeymiş. Yəni tamamilə boş enerji israfıymış. Bir məsələ kifayət qədər rahat həll oluna bilərmiş və həll olundu da. Mənim həyatımda bir neçə belə təcrübələr olub dostlar və mənim psixikamın bir tərəfinin rahat olmasının səbəblərindən biri həmən təcrübələrdən qənaət çıxarmağımdır. Yəni mən başa düşmüşəm ki, insan ayıra bilməlidir. Məsələn, mən hansı problemləri həll edə bilərəm, hansı problemlər həll edilməzdir. Həll edilməzləri qırağa qoymalıyam. Yəni mənim nəzarətimdə deyillər. Mənim nəzarətimdə olanları həll edə bilərəm. Bu mənim həyatımı xeyli rahatlaşdırır. Sonra məsələn üçün indi bir nəticəyə gəlmişəm ki, bax çox sayda insanın pis halda olması səbəblərindən biri həddən artıq çox mənfi təsirlərə məruz qalmalarıdır. İnternet vasitəsilə, seriallar vasitəsilə, düşük seriallar vasitəsilə, saçma filmlər vasitəsilə, məzmunsuz kontentlər vasitəsilə, çoxlu sayda əslində lazımsız söhbətlər vasitəsilə, yanlış istiqamətlər vasitəsilə, istiqamətləndirmələr vasitəsilə çoxlu mənfi təsirlərə məruz qalmalardır. Bu insanların həyatını çox gərginləşdirir, boş yerlər. Mən məsələn üçün mümkün qədər çoxdan, hardasa mən 26 yaşımda, 25 yaşımda, hətta bəlkə biraz da tez ki, mənə lazım olmayan əsas etibarilə məlumatlardan uzaq qalmağı seçmişəm və enerjimi daha çox fəaliyyətimə yönləndirmişəm. Bu məni xeyli dərəcə rahat saxlayır. Baxmayaraq ki, yoldan sapmalar ola bilir təsirlərə, yəni o internetin o təsirlərə müəyyən qədər düşə bilirsən və yaxud insanların da müəyyən qədər təsirlərə düşə bilirsən. Məsələn, mənim indi örnəyimdə də oldu da bu. Bunsuz mümkün deyil də. Mümkün deyil belə. Yəni bundan tam sıyrılmaq, xilas olmaq mümkün deyil. Amma yetərincə çox insan həyatı, insana yaxşı təsir göstərici dərəcədə bu təsirlərdən uzaq olmaq olar. Və mən də bu gün də bir daha bu qənaətə vardım ki, bax mənim o boş yerə enerji israf etməyim nə idi? Boş yerə psixoloji gərginlik yaşamağım əslində lazımsız idi. Yəni onu yaşamaya bilərdim. Sonrasında belə iş gətirdi ki, məsələ rahat həll olundu. Üstəlik bu təkcə bununla bağlı deyil, həyatımızda çox məqamla bağlıdır. Yəni ailə içi problemlərdən tutmuş, nə bilim, iş sferasına qədər çox məsələ əslində çox rahat həll oluna bilər. Amma insanlar özü olur ki, həmən məsələlər çox qəlizləşdirirlər və onu problemə çevirirlər. Mən bunu insan təbiətindəki xəbisliklə əlaqələndirirəm müəyyən qədər boşluqla əlaqələndirirəm. Bilirsiniz, elə bil ki, həlləm-qəlləmliklə də bunu əlaqələndirmək olar. Halbuki bir çox məqamlar rahatlıqla həll oluna bilər. Ona əgər soyuqqanlı şəkildə, məntiqli şəkildə, nə bilim, o mənfi təsirlərə düşmədən, primitiv duyğuların əlində oyuncaq olmadan yanaşarıqsa, aydın nəzərlərlə o məsələlər rahatlıqla həll oluna bilər və müsbət tərəfindən də yararlanmaq olar o məqamların. Belə dostlar, bunu sizinlə bölüşmək istədim. Bəlkə ki, məsələn, bu xeyirli ola bilər.
Üstəlik bundan çıxan nəticələrdən biri nədir? Fərdi təcrübədən bir nəticə. Başqa nəticələr də çıxarda bilər, amma fərdi təcrübədən bir nəticə çıxartmaq olar ki, həyatın gedişatı çox vaxt bizim onu planladığımız kimi olmur. Biz bir şey planlıyoruz, başqa bir şey baş verir. Bəlkə də bizim üçün daha doğrusu baş verir. Bəlkə də. Bu da ola bilər. Məsələyə bu tərəfdən də yanaşmaq olar. Son nəticədə bu belə aydın olur ki, insan mümkün qədər çox sakit, dinc, könül rahatlığı içində olmalıdır və əsasən öz təmayülləri nədirsə, ona xeyir gətirən hər baxımdan təmayülü nədirsə, meyli nədirsə ona fokuslanmalıdır və orada yaşlaşmağa çalışmalıdır. Daxili təmayülü, fəaliyyəti nədirsə ona fokuslanmalıdır və orada yaşlaşmağa çalışmalıdır. Mənfi təsirlərdən, lazımsız təsirlərdən mümkün qədər uzaq olmalıdır. Bir daha bunun şahidi oldum dostlar və sizlə bölüşdüm. Amma dediyim kimi bu mənim təcrübəmdir. Mənim başıma gələn hadisədən çıxardığım qənaətlərdir. Fərdidir. Hər şey fərdi olduğu üçün bu da fərdidir. Yenə də amma bu məsələnin üzərində düşünmək olar. Düşünmək üçündür zaten. Düşünmək üçün bu söhbət elədim. Hələlik dostlar, özünüzdən müayət olun. Günləriniz xoş keçsin.